Ondan sonra İsa yazıya çıktı bir laviyadlı bacıqanı ki bacxanada oturmuştu girdi. Ve ona dedi, "Mənim ardım sıra gel." O da turda arqa varızadı villetdi و İsa'nın ardı sıra gitti. Lavi ezeyinne İsa için bir büyük qonaqlıq verdi. Çox bacıqanlar و ayrı adamlar da sofra qarağında onlarla oturmuşlardı. Farisi firqəsinin alimləri və onların Tevrat müəllimləri İsa şagirdlərinə toqquleylardı və deyirlərdi: "Nəyçə siz bacıqanlar və günahkarlarla yeyirəniz və içirəniz?" İsa onlara cavab verdi və dedi: "Sağ adamlar təbibə ehtiyac yoxları, məriz adamlardırlar ki təbibə muhtacdırlar. Mən gəlməmişəm ki salı adamları tövbəyə çağıram, bəlkə gəlmişəm ki günahkarları tövbəyə çağıram." Onlar İsa'ya dedilər: "Nəyçə Yahya şagirdləri tez-tez oruç tuturlar və dua edirlər. Farisilər şagirdləri də elə belə edirlər. Amma sənin şagirdlərin yeyirlər və içirlər." İsa onlara dedi: "Bia kerekenin yoldaşlarını onlar ki kereken onlardandır oruç tutmaya mecbur edebilərsiniz. Ama bir zaman gələr ki kereken onların elinden alınar. O günlerde onlar da oruç tutarlar." Onlara bir məsəl də çəkdi və dedi: "Heç kəs bir taze rəxtdən bir tikə qazmaz və onu bir kona rəxtə yamaq vurmaz. Belə etsə هم تازه رخته ایرتر همه ده تازه رختن قازلان تیکه کونه رخته یاراشماز. هیچ کس ده تازه شرابه کونه مشکه تکمز. بلایدسه تازه شراب مشکلری ایرتر هم شراب تکلر همه ده مشکلر آردان گدلر. بلکه تازه شراب تازه مشکه تکلرسه. هیچ کس کهنه شرابی چندن سورا تازه شراب سمز چون که دیگر کهناسه ییتردر."